Salam, o gün dediniz ki, dırnaq yemək haqqında, bəli, dırnaq yemək haqqında danışdıq. Necə tərk edə bilərik bunu ev halında, terapiyaya pul yoxdursa? Sizin dırnaq yemə dediyiniz şey narahatlıqdır. Stresə düşdüyünüz zaman bunu eləyirsiniz. Bununla işləmək üçün hisslər məktəbi idealdır. Amma deyirsinizsə ki, ümumiyyətlə mən bunu evdə dönüşdürüm. Elə bir variantı mən təsəvvür eləyə bilmirəm. Açıq sizə deyim. Niyə görə? Məsələ orasındadır ki, biz insanıq və özümüzə qarşı koruq. Kör olduğumuz nöqtələr ola bilər. Hisslər məktəbində sinir sisteminin tənzimlənməsi, somatik çalışmalar, çarəsizlik workshopu, qəzəbi səslə ifadə var. Mən ona görə hisslər məktəbin təşviş pozuntusuna birə-bir tövsiyə elədiyim proqramdır. Bunlar sadəcə və sadəcə bonus çalışmalardır. Hisslər məktəbini bir dəfə aldığın zaman həmişə səndə qalır və iştirakçılar çox kədərli hiss eləyəndə insan unudan varlıqdır. Açır, kədərə qulaq asır, çalışmaları eləyir. Hisslər məktəbinə gedəcəksən və sonra hər şey mükəmməl olacaq. Yox, insansan. Necə sən ertələməzsən, necə sən ruhdan düşməzsən? Sən robot deyilsən ki. Sənin əlində alətlər olur ki, sən bunu necə idarə edirsən, sən bunu necə tənzimləyirsən. Hisslər məktəbi ildə sadəcə bir dəfə keçirirəm və 2 ay açıq olur. İndi də açıqdır. Təxminən 1 ay qaldı. Dekabrın 31-də bağlanacaq.